Xeyr, dəyərli şagirdlər, bugün sizə sintaks bölməsindən söz birləşmələri haqqında məlumat vermək istəyirəm. Sintaksis Yunan mənşəli söz olur, suntaxis, yəni söz nə olur? Tərtibat, qurulma, birləşmə mənasını verir. Qrammatika bir şöbəsi olan sintaksis sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəkildə əlaqələnməsi qaydalarından bəhs edən elmdir. Söz birləşməsi nə idi? Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir. Yəni, məna cəhətdən nə deməkdir? Sözlər bir-birinə uymalıdır. Məsəl üçün, tutaq ki, hörən it deyə bilərik və yaxud da tutaq ki, ulayan canavar deyə bilərik. Məsələn, canavar hürə bilməz və yaxud da it kişnəyə bilməz və s. Yəni, məna cəhətdən də, qrammatik cəhətdən də, yəni şəkilçilər və s. cəhətdən bir-birinə uymalıdır, uyğunlaşmalıdır. Cümlə dilin daxili qanunları əsasında formalaşan bitmiş fikir ifadə edir. Belə deyək, cümlə nədir? Dilin daxili qanunlarının əsasında formalaşan bitmiş fikir ifadə. Yəni, cümlə bir sözdən də ibarət ola bilər, amma söz birləşməsi bir sözdən ibarət ola bilməsi. İki və daha çox müstəqil sözdən yaranır və ayrı yazılmalıdır söz birləşmələri. Amma cümlə bir sözdən ibarət ola bilər. Məsələn, belə bir söz yazsaq, istidir, soyuqdur, gecdir, tezdir və s. Yəni, bu bir sözdən ibarət olan cümlədir. Söz birləşməsi iki və daha artıq müstəqil sözün mənası, qrammatik cəhətdən bir-birinə yaranmasıdır. Baxın, qədim şəhər, xoş söz, məktəbə gedən, su qabı və s. kimi. Baxın, burada qədim şəhər, şəhər qədim ola bilər. Söz xoş ola bilər, məktəbə gedən ola bilər və s. bir-birinə məna cəhətdən də uymalıdır. Bunlar müstəqil mənalı sözlərdir. Ancaq bəzi sözlər var ki, onlar söz birləşməsi yaratmır. Müstəqil söz, köməkçi söz və köməkçi ifadələr var. Dost olmaq, burada olmaq, etmək, sonra köməkçi qisələri var. Üçün, qədər, sarı, tərəf. Bunların leksik mənası olmadığı üçün, müstəqil məna ifadə etmədiyi üçün bunlar söz birləşməsi sayılmır. Sonra bir haşiyə çıxım. Söz birləşməsi ümumiyyətlə dedik ki, iki və daha çox sözdən ibarət olur. Əslində söz birləşmələri iki cür formalaşa bilər. Sabit, bir də sərbəst söz birləşmələri biraz səliqəsiz oldu. Sabit və sərbəst söz birləşməsi. Sabit söz birləşməsi bildiyimiz, keçdiyimiz frazeoloji birləşmələri. Frazeoloji birləşmələri biz leksika mövzusunda keçmişik, yenə də toxunarıq. İki və daha çox sözdən ibarət olur frazeoloji birləşmə, ancaq bütövlükdə bir məcazi məna ifadə edir və tərəflər ayrılmır. Hamısı bir yerdə təhlil olunur. Məcazilik olur. Yəni, tutaq ki, darıxdığı üçün burnunun ucu göynəyirdi və ya gözü yol çəkirdi, ürəyi getdi, can verdi və s. kimi frazeoloji birləşmələr var. Gəldik burada sərbəst söz birləşmələrinə, dəyərli şagirdlər. Sərbəst söz birləşmələrində tərəflər ayrı-ayrı təhlil oluna bilər, tərəflər bütövdə təhlil oluna bilər, sözlərin yerini dəyişə bilərik, sözlərin arasında, yəni söz birləşməsi tərəflərin arasında sözləri əlavə edə bilərik və s. Söz birləşmələrinin gəldiyi biz sərbəst söz birləşmələrindən gedir söhbət. İki və daha çox müstəqil mənalı sözdən ibarət olur. Dediyimiz kimi, quruluş isə iki cür olur. Sadə söz birləşmələri, bir də mürəkkəb söz birləşmələri. Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Mürəkkəb söz birləşmələri üç və daha çox müstəqil sözdən ibarət olur. Belə bir şey var, bəzi söz birləşmələri var ki, tərkibində köməkçilik hissəsi olur. Şagird bunu görəndə elə bilir ki, bu mürəkkəbdir. Xeyr, bəziləri var ki, onlara yəni diqqət eləmək lazım. Məsələn, məktəbə tərəf gedəndə. Baxın, bu sadədir. Məktəbə gedəndə söz birləşməsidir, sadə. Niyə? Çünki tərəf burada məcazi məna ifadəni qoşmadı. Və yaxud da tələbə olan Cavid burada olmaq var. Vətən üçün şəhid olmaq. Baxın, burada 4 söz var, amma ikisinin leksik mənası var. Necə? Üçün qoşmadır, getdi. Şəhid olmaqda bir ifadədir. Vətən də bir ifadədir. Demək, orada iki ifadə var. Mürəkkəb söz birləşmələri isə üç və daha çox sözdən ibarət olur. Baxaq, məsələn, Bakı Dövlət Universiteti, Qafqaz Sıra dağları, dünən məktəbə gedənə baxın, üçünün də leksik mənası var.
Söz birləşmələrinin bir növü də mürəkkəb adlardır. Mürəkkəb adlar mürəkkəb isimlərdən və xüsusi isimlərdən fərqli olaraq mürəkkəb isimlər bitişik yazılır. Məsələn üçün, tutaq ki, Əli Qulu sözünü yazsaq, burada Əli Qulu bitişik yazılacaq. Və yaxud da Hüseyn Ağa və s. bunlar bitişik yazılarsa mürəkkəb isim olur. Ancaq mürəkkəb adlar ad ayrı yazılmalıdır, söz birləşməsi şəklində olmalıdır. Mürəkkəb adlarda diqqət olunması gerəkən sözlər var. Bunlar məqamlar var daha doğrusu. Niyə? Bunlar bütün sözlərin birinci hərfi böyük hərflə yazılanlar var və birinci söz böyük hərflə, digərləri balaca ilə yazılanlar var. Baxaq, ad, soyad, təxəllüs, burada diqqət olunsa, ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər var ki, bu mürəkkəb adlar var ki, bunlarda böyük ilə. Ancaq yanında bəy, oğlu, qızı sözləri olarsa balaca. Məsəl üçün, Şah İsmail Xətai, Məhəmməd Füzuli, Mehdi Hüseynzadə və yaxud da burada baxaq, baxın, oğlu yazılıb, Üzeyir bəy Əli Əbdülhüseyn, bax burada bəy var, balaca ilə yazılıb. Əbdülhüseyn oğlu Hacı bəyli, məsələn, oğlu balaca ilə yazılıb. Burada veribmi bilməm, xan qızı Natəvan desək, məsələn, burada xan qızı, qızı balaca ilə yazılacaq. Bəzi mürəkkəb adların tərkibində isimlər cəmşədsiz qəbul etdikdə böyük hərflə yazılır. Hacı Qaralar, Həzə Aslanovlar, Mehdi Hüseynlər. Məsələn, deyə bilər ki, Azərbaycan torpağı xeyli və yaxud da çox Polad Həşimovlar yetişdirmişdir və s. burada ifadə edə bilərik. Yəni, Mübariz İbrahimovlar yetişdirmişdir və s. Sonra tarixi hadisələr, dövrlər, sülalə, eləcə qədim yazılı abidələr və saatlar birinci sözün ilk hərf böyük hərflə yazılır. Məsələn, Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon Yenisey abidəsi və s. Bunlara əlavə söz artırılarsa, o da böyük hərflə yazılır. Paleolit dövrü, bir də var son paleolit dövrü, orta paleolit dövrü. Bu da orta və son sözləri də böyük hərflə yazılacaq. Sonra Muxtar Respublika vilayət adları, Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s. Bunlar hamısı böyük hərflə yazılacaq. Ali dövlət vəzifələri, Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, bir də vitse-prezident sözünə baxmaq lazım. Devsdə yazılır, vitse-prezident balaca ilə və devsdə yazılır. Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının Milli Məclisinin sədri kimi yazılır. Sədri, dövlət orqanları, qurumlar, birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin adına, üzrə, yanında, qarşı və s. olarsa, onlar balaca yazılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Naziri, Azərbaycan Nazirliyi böyük hərflə yazılacaq, naziri balaca. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsim adına Dilçi İnstitutu, burada adına balaca ilə yazılır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə bu da balacadır. Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Demək, burada nələrə diqqət etmək lazımdır? Üzrə, adına və s. olarsa, onlar balaca hərflə yazılacaq. Deməli, dövlət rəmzlərinin həmçinin tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlər var. Baxın, təqvimə düşən Azərbaycan Respublikasının dövlət himni, Azərbaycan Beynəlxalq Ana Dili günü, Beynəlxalq Qadınlar günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü. Burada gün sözü böyük hərflə yazılacaq. Məşhur tarixi gün bayramları adlarında yalnız birinci söz ilk hərfi böyük yazılır. 20 yanvar, əgər sözlə yazılarsa, 20 yanvar, 28 may, 8 mart, yox, bunlar rəqəmlə yazılarsa, rəqəm sonra yanvar sözün birinci hərfi böyük hərflə, may sözü böyük hərflə yazılır, mart sözü böyük hərflə yazılır və s. Bunlara da diqqət etmək lazımdır. Azərbaycan Respublikasının Səhiyyə Naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri tipli mürəkkəb adları sahə, yəni səhiyyə və vəzifə naziri bilinən sözlər kiçik hərflə yazılır. Tərkibində lisey, gimnaziya, vəqf və s. olanlar, Avropa liseyi, birinci hərf böyük, digəri balaca, Dəyanət vəqfi, humanitar fənlər gimnaziyası,
və s. Tərkibində okean, dəniz, çay, göl, şəhər və s. olanlar. Birinci böyük bal, ikinci balaca, sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, sonra mesela Mingəçevir şəhəri, Şəki şəhəri, Salyan rayonu, Bakı şəhəri və s. Bunlarda birinci böyük bal, ikinci balaca. Fəxri adların özək hissəsi təşkil edən söz hərflər böyüklə yazılır. Əməkdar müəllim, əməkdar incəsənət xadimi, xalq şairi və s. Buna diqqət etmək lazım. Bu testdə çox vaxt salınır. Azərbaycan milli qəhrəmanı, bir də Sovet İttifaqı qəhrəmanı. Sovet İttifaqı qəhrəmanı bilirik yəqin ki, 41-45-ci illərdə döyüşənlərdir. Sovet İttifaqı qəhrəmanı bu mürəkkəb olan hər üç söz böyük hərflə yazılır. Azərbaycan Respublikasının milli qəhrəmanı, bir də Sovet İttifaqı qəhrəmanı. Sonra orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşrə, kafe, restoran və s. adlar dırnaqda və birinci söz böyük hərflə yazılır. Vətənə xidmətə görə ordeni, dövlət qulluğunda fərqlənməyə görə medalı, ata və oğul povesti, 7 gözəl baleti, uzaq sahillərdə filmi, Azərbaycan qəzeti, cücələrin kafesi, bahar mağazası, badamlı mineral suyu və s. Demək, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adlarsa bunlar dırnaq içində. Dırnaqda yazılan belə adları artılan şəkilsi dırnaqdan kənar verir. Məsələn, Xalq qəzetinin bugünkü nömrəsi, 7 gözəlin ilk tamaşası və s. Yəni, demək, dırnaqlar bağlanır, şəkilsi dırnaqdan sonra artırılır. Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyim və s. sözlər rütbə, ləqəb, titul bildirib. Əgər sözdən əvvəl gələrsə böyük, sözdən sonra və ortada gələrsə balaca yazacaq. Məsələn, Hacı Qara, Mirzə Fətəli, Nadir Şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmail. Baxın, burada Şah İsmaildən əvvəl gəlib böyük, Nadir Şah, Şah Nadirdən sonra gəlib balaca olacaq. Ağa bəy xanım sözləri, xan sözü insan adlarının tərkib hissəsi kimi işləndiyi bitişik yazılır. Ağca, Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyük xanım. Bunlar mürəkkəb isim adlanır. Həmin sözdə adları qoşular titul kimi və ya hörmət məqsədi işləndiysə ayrı yazılır. Abbasqulu, Ağabaçxanov, Balaca, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski. Yəni, qısaca burada demək istəyir ki, şagirdlər, bunlar mürəkkəb isim də əmələ gətirə bilər. Baxın, bu bəy, xan, ağa sözləri mürəkkəb ad da əmələ gətirə bilər. Sonra mürəkkəb adların qısalması var, ixtisar şəklində yazılması var. Buna deyilir abreviatura, bir də qabağıca çıxa bilər. Abreviatura nədir? Mürəkkəb adların baş hərflərin qısaldılmış formada yazılır. Məsələn, MDB bu hərflərin oxunuş şəklindədir. Görədir, MDB, Müstəqil Dövlətlər Birliyi, ATƏT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və s. Mürəkkəb adların hamısı ixtisar şəklində düşə bilmir, bəziləri düşür, bəziləri düşə bilmir. Məsələn, BDU-ya şəkil artırılmış son hərfin oxunuşuna uyğun artırılır. BDU-ya, ATƏT-in, BMT-yə, BDU-nun, BDU-nun demirik də, yəni BDU-nun, BMT şəklində yazılması düzgün deyil, yəni BMT-nin olmalıdır. Dilimizdə işlənə alınmaz mürəkkəb adlar var ki, onlar bütün sözdə oxunmur. Dilimizə ixtisar şəklində daxil olub. İxtisar şəklində də işlənir. Məsələn, UNESCO, İSESCO, NATO, OPEC və s. Bəzi mürəkkəb adları yarımçıq şəkildə ixtisar olunur. Bu zaman tərkib hissələri bitişik yazılır. Məsələn, Azər Nəşir, Azər Poçt, Azər Su, Azər Kitab və s. İxtisarlanan qısaltmaların tələffüzü var. İxtisarlı olmalı təşkil edən hərflərin sayında sait və samit hərflərin yerləşməsində yalnız samit və sait hərflər əsaslı formalaşmasına asılı olaraq aşağıdakı təhlil olunur. Bu nə demək? Elmlər Akademiyası, EA, Dövlət Təhlükəsizlik Xidməti, DTX, baxsaq DTX. Yəni son hərflərə görədir. Bakı şəhər təcili təxliyə salma tibbi yardım stansiyası, BŞ, TTT, YS və s. kimi işlədə bilərik. Sonra sait və samit hərflərinin ixtisarların yerləşməsi var. Aşağıdakı tələffüz olunur. Buna baxaq. Avropa Şurası, AŞ, Amerika Birləşmiş Ştatları. Hər çox bu düşür. ABŞ demirik, ABŞ, sonra UDDCF və s. kimi bunlara diqqət etmək lazımdır. Tərkibində sait hərf ixtisarının baxaq. Yeni Azərbaycan Partiyası, YAP, Bütöv Azərbaycan Birliyi, BAB, Dünya Azərbaycanlı Konqresi, DAK, Xəzər Dənizi Gəmçiliyi, Texnik İstehsalat Birliyi,
XDG, tip və s. kimi oxunur. Bəzi sözlər burada belə deyək də, sait hərf ixtisarının ortasında və ya sonunda olduqda ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur. Yəni burada yazı qaydasına uyğun deyil. Tərkibdə 2 və daha artıq sait hərf olan ixtisarlar əsasən heca tələffüzü ilə deyilir. NATO, ATƏT, AMEA və s. Kama avtomobil zavodu, KAMAZ, KAMAZ və s. Tərkibində el, m, n, r hərfləri olan ixtisarlarda həmin hərflərdən əvvəl gələn digər samit hərfin adındakı sait səs nisbətən uzun tələffüz olunur. Buna BMT, sonra AFER və s. kimi tələffüz olunur. Söz birləşməsi və mürəkkəb adlar haqqında bu qədər. Çox sağ olun şagirdlər.